Salam, hər vaxtınız xeyir olsun, gözəl xanımlar. Daha çox yığırsınız ki, doktor qəbizlikdən əziyyət çəkirəm. Hətta canlıda belə yazırsınız ki, doktor qəbizlikdən əziyyət çəkirəm. Və bunu da deyirsiniz ki, doktor biz heç su içmirik. Bəli, gözəl insanlar, qəbizliyi yaradan bir neçə səbəblər var. Hansı səbəblər? Qalxana bənzər vəzimizin çalışmaması, bizim su içməməyimiz, mədə bağırsağımızda qurdun olması, xüsusilə ləmbilə qurdun olması, öd kisəmizin çalışmaması, bağırsaqlarda protez, vulqaris və göbələyin olması, xüsusilə bunlar böyük yer tutur. Ona görə mən sizlərə bir məsləhət edeyim. Əvvəla qəbizliyi yaradan səbəb ortadan qaldırmaq. Yox, qaldıra bilmirsiniz. Heç olmasa suyu içirsiniz. Çoxlu addım edirsiniz. Ən azı gün ərzində 5000 addım edirsiniz. Və bununla bərabər mütləq xəmir xörəyi, makaron, verməsi, şirin qidalar qəhti qadağandır. Çünki qəbizliyi ən çox yaradan kandida albikans olur. Ona görə bunları yeyə bilməlisiniz.